siyasi motivi bugün axtarmaq biraz səbatsızlıq olar, peşəkarlıqdan uzaq olar. Amma vaxtı ilə Frans Ferdinandın öldürülməsi Birinci Dünya müharibəsinin başlaması üçün bəhanə rolunu oynamışdı. Bugün Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bu tipli qətl hadisələri ilə gərginləşəcəyini o qədər də ehtimal etmək doğru deyil. Lakin Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb bundan bağlı nota verməsi ola bilsin ki, bax, bu hadisənin özü Rusiyanın siyasi dairələrində tartışılan, mübahisə edilən, müzakirə edilən və bundan yola çıxılan addımlar ola bilər. Çünki Rusiya bilirsiniz ki, həm hüquq siyasətində, həm qonşularla münasibətdə, həm xarici siyasətində bir qaba siyasət yürüdür. Və Rusiya kiminsə onu çağırıb xəbərdar etməsini belə, hətta diplomatik normalara nə qədər uyğun olsa belə yaxşı qarşılamır, xoş qarşılamır və ondan nəticə çıxartmaq əvəzinə əslində dövlətlərə münasibətdə, xarici ölkələrə münasibətdə siyasətini sərtləşdirir. Yəni, Xinə çağırılma xəbəri münasibətlərə mənfi yöndənmi təsir göstərə bilər? Biz etməliydik, bu bizim borcumuzdur, görəvimizdir və Azərbaycan Xarici İşlər Nazirliyi görəvini yerinə yetirib və doğru da yerinə yetirib. Lakin Rusiya buna necə yanaşacaq, necə qiymətləndirəcək, bax, bu tərəfindən danışmaq mümkündür və hesab edirəm ki, o reaksiyadan sonra Rusiyanın reaksiyası bu hadisələrin təsadüfmü, yoxsa Rusiyanın daxilində elə hüquq mühafizə orqanlarının daimi təkcə Azərbaycanlılarla yox, digər miqrasiya ora etmiş şəxslərlə, miqrantlarla və o cümlədən Rusiya vətəndaşlarının davranışlarının əksidirmi? Mən hesab edirəm ki, Rusiyanın hüquq mühafizə orqanları əslində bu cür davranmaqla zaman-zaman çox böyük qətllərə imza atıb. Və çox təəssüf ki, bu qətllərin də hamısını hüquq mühafizə orqanlarında sonradan rəsmiləşdiriblər, silahlı müqavimət adı ilə və yaxud da cinayətkarlar məhv edilərkən demək, hüquq pozmanın nə dərəcədə hüquq mühafizə orqanlarına şamil ediləcəyini aradan çıxaran prosesual məcəllələrin tələblərinə uyğun örtbasdır ediblər. Bunu da örtbasdır etmək üçün kifayət qədər əllərində dırnaq arası faktlar var, o faktlardan yararlanmağa çalışacaqlar. Amma bu bizə də bir siqnaldır, Azərbaycanlılara da siqnaldır. Bildiyim qədərilə diaspora təşkilatının aktiv nümayəndələrindən idi, dünyasını dəyişənlər, Allah rəhmət eləsin. Bugün artıq rəsmi qaydada məlumat verildi ki, 5 nəfər öldürülüb və hamısı da eyni soyaddan olan insanlardır. Hadisənin mahiyyəti nədən ibarətdir, bunu heç kim bilmir. Hətta ən qatı cinayətkarın belə həbs edilməsi zamanı istisnalar olur təbii ki, müqavimətdə və s. Lakin 5 nəfərin həm də döyülərək, həm də müqavimət göstərmə imkanları olmayaraq həbs ediləndən sonra ölmə faktları onu göstərir ki, zor tətbiq olunub və qəsdən öldürülmək üçün zərbələr endirilib. Buna görə də biz hadisələrin növbəti mərhələsini gözləməliyik ki, Rusiya verilən bəyanata hansı reaksiyanı verəcək. Bilirsiniz ki, təyyarə qəzası da baş verəndən sonra Rusiya daxilində negativ münasibətlər sərgiləməyə çalışan xeyli sayda ictimai-siyasi fəallar, o cümlədən jurnalistlər oldu və bunu daimi gərginlik fonunda tartışmağa açıq qoydular. Bugün də yəqin ki, bu hadisələrlə bağlı tartışmaya açıq olacaq. Rusiya getdikcə qaba bir dövlətə çevrilir. Qonşularla münasibətlə deyil təkcə, həm də daxilində vətəndaşları ilə. Niyə deyirəm vətəndaşlara? Çünki öldürülən vətəndaşların yalnız səhv etmirəmsə rəsmi qaydada Azərbaycanlıdırlar hamısı, amma rəsmi qaydada yalnız bir Azərbaycan vətəndaşıdır. Qalan hamısı rəsmi qaydada Rusiya vətəndaşıdır və Rusiyanın vətəndaşlığını qəbul etmiş uzun illər orada yaşayan şəxslərdir. Bu, Rusiyanın həm də öz vətəndaşlarına münasibətinin göstəricisidir ki, bu da Ukrayna-Rusiya müharibəsi, qonşu dövlətlərə, xüsusilə postsovet ölkələrinə münasibətdə Rusiyanın sərt və kobud siyasəti fonunda onun göstəricisidir ki, içəridə də artıq vəziyyət heç də ürək açan deyil və güc strukturları həddən artıq zor tətbiq etməyə meyilli, vətəndaşlar isə itaətsizliyə yönəlik bir
prinsiplər sərgiləyirlər.